Sabah Bakıda Avropa və MDB Poçt liderlərinin birinci forumu başlayacaq. Növbəti üfüqlər gələcək mükəmməllik üçün elektron ticarət, innovasiya və təchizat zəncirinin naviqasiyası mövzusuna həsr olunan tədbirdə 30-dan çox ölkənin 150-dən çox təmsilçisi iştirak edəcək. 3 günlük müzakirələrdə poçt şəbəkələrində elektron ticarətin rolu, kiber təhlükəsizliyin təmini, rəqəmsal transformasiya kimi mövzular diqqət mərkəzində olacaq. Forum sənaye liderləri və maraqlı tərəflər arasında dialoqu asanlaşdırmaqla müştərilərin və bizneslərin dəyişən tələblərinə uyğun, gələcəyə yönəlik strategiyaların və innovativ həllərin inkişaf etdirilməsinə təkan verəcək. Eyni zamanda bu tədbir ÜPİ-nin regional inkişafı təşviq etmək və beynəlxalq poçt əməkdaşlığını gücləndirmə istiqamətindəki öhdəliyini də bir daha təsdiqləyir. Forum çərçivəsində poçt operatorlarına rəqabət qabiliyyətli və dayanıqlı qalmaq, eləcə də rəqəmsal iqtisadiyyatın tələblərinə uyğunlaşmaq üçün praktiki ideyaların təqdim ediləcəyi gözlənilir.